Değerli hemvətənlərimiz, əziz insanlar, değerli müminler, Müslümanlar, hoş gördük her birinizi. Artık Ramazan ayı sona çatır. Hem yerde, hem göyde, hem kainatın dört bir tarafında Ramazan bayramının esintileri hiss olunur. Varlığımızın içerisini zenginleştiren çok aziz bir dostumuz, bir ay boyunca evlerimizi şenlendiren, bizim elimizden tutup gece gündüz Erşela'ya yönelden, sahurlarıyla, iftarlarıyla karşımıza gelen, dua, zikir, hamd-i senalarla kalbimizi şahlandıran bu mübarek ay bizi terk edir. Bir taraftan hüzün deryasına gərq ederek çekip aramızdan gelir. Bilmirik, növbəti il bu əziz dostla görüşə biləcəyik, yoxsa yox. Ümid edirik, Allah cümləmizə yaşamağı nəsib etsin. Əziz insanlarımız, bugün bayram günü. Artık bir aylık nefse karşı olan mücadelemiz tamamlanır. Nefsimizin üzerinde zaferi, galebeni, o könlümüzün yamaçlarına inen süruru hissedir, görürük. Bir ay boyunca bir terbiye aldık. Ruhumuzu paklaştırdık, kalbimizi saflaştırdık. Duygularımızı, aklimizi, vicdanımızı yeniden o Rabbani temizleme mekanizminden çıkararak Rabbimize teslim ettik. Əzalarımızı koruduk, gözümüzü haramdan, kulağımızı gıybetten, dilimizi yalandan, böhtandan uzak ettik. Bu ay boyunca onu öğrendik ki bizim dilimizin iftarı güzel sözümüş. Bizim kalbimizin iftarı sevgiymiş. Bizim kulağımızın iftarı hak sözümüş. Bizim gözümüzün iftarı Rabbimizin cemalına tamaşaymış. Öğrendik içimizdeki o küçük firavunu terbiye etmeyi, onun gıdasını kesmeyi bacardık. Bu ay boyunca defelerle Kur'an'ı hatmetmeyi öğrendik. Bu ayda kardeşe dua etmeyi, dostlara dua etmeyi öğrendik. Gece namazlarına durduk, elimizi açıp uca dergaha yalvardık. Gözyaşı içerisinde Rabbimize hem de senalar ettik. Kalbimizin temiz olması, yolumuzun açılması, ailemizin saadet içerisinde olması için yalvardık, yakardık. Kusurlarımızı gördük, noksanlarımızı aradan kaldırmaya çalıştık. Dosta dostcasına el uzatmağı, vefanı öğrendik, sədaqətin ne olduğunun fərqinə vardıq. İmanın lezzetini daddık. Bir süfre başında dostlarımızla görüştük, birbirimizi bağrımıza bastık. Artık bu güzel duygularımız, bu güzel hislerimiz, bu gönül körpülerimiz, bu iç alemimizdeki zenginlik artık bayramla Təqva Məktəbində son günü şehadetnamesi ile taclanacaktır. Bayram demek bir milletin bir ağız olmasıdır. Bayram demek bir milletin bir bilek olmasıdır. Bir milletin bir ürək olmasıdır. Gök kubbesini lərziyə getirecek Allahu Ekber sedaları ile zinetlendirmesidir. Aziz insanlarımız, bayram namazını önce biz təbrikini şehit ailələrimizdən başlayacağıq. Bu elə bir mənəvi borçdur ki, halkımızın üzünü ağ eden, o büyük şehadet kervanında temsil olunan minlerle şehitlerimizin məqamının daha âli olmasını Rabbimizden dileyeceğiz. Onların ailesine, evlatlarına tabii ki ilk təbrikləri çatdıracağıq. Eyni zamanda qazilərimizi təbrik edeceğiz. Ve biz buradan hal-hazırda o barıt qoxuyan səngərlərimizdə gece gündüz vətənimizi, bayrağımızı, dövlətimizi koruyan əskər ve zabitlərimizi təbrik edeceğiz. Eyni zamanda aziz insanlarımız dünyadan köçüp gitmiş, vefat etmiş böyüklerimizi hatırlayacağız. Bu hatireler içerisinde aynı zamanda cemiyetimizin içerisinde yoksul, ihtiyaçlı, fakir, miskin adamlar var. Onları ise başka tür hatırlayacağız. Zekatlarımızı çıkaracağız. Onların yaşadığı yere gideceğiz. Bayramdan önce, namazdan qabaq, mümkün qədərində bir gün önce mi ya bayram günü mü, bayramdan qabaq olması şartıyla eğer imkanımız varsa, o fakir insanlarımızın sevincine şerik olacağız. Onların da bu güzel günün lezzetini alması için, onların da bayram geçirmesine vesile olacağız. Allah'ın Resulü Aleyhisselatü Vesselam, o gönüllerin sultanı, varlığın nuru bir hadis-i şerifinde buyurur ki, sizin tuttuğunuz oruçlar semadan asılı vəziyyətdədir. Vereceğiniz sədəqə ile onu erşe kaldıracaksınız. Deməli, zekat, yani fitre zekatı, fitretimizin zekatıdır. Fitretten doğup gelen bu zekat bizim hem de hayatımızın sigortasına çevrilecektir. Diğer bir taraftan malımızın, servetimizin həsədə olan kapılarını bağlayacaktır. Gelin bugün ülkemizin dört bir tarafında
bu sevinci, bu fərəhi, Rəbbimizin bizə lütfetdiyi bu bayramı doyunca yaşayaq. Sıla-i rəhim, başda ata-analarımız əgər sağdırsa, onların bayramını təbrik edəcəyik. Əllərindən öpüb dualarını alacağıq. Əgər getməmiz çox çətindirsə, ən azı onlardan təbrikə başlayacağıq. Əziz insanlarımız, gəlin balalarımızı bugün sevindirək. Uşaqlarımıza hədiyyələr alaq. Qoyun evlərimiz Ramazan bayramı ilə şənlənsin. Elə bir atmosfer olsun ki, evimizin içərisində artıq şeytan sabahdan etibarən, yəni bu axşamdan etibarən, bayram olandan etibarən artıq müdaxilələrinə, vəsvəsələrinə başlayacaq. Biz əldə etdiyimiz dərslərimizi, mənəvi zənginliyimizi, bu bir ay boyunca gecə-gündüz olan mücadiləmizi bundan sonra da davam etdirək. O məluna qarşı savaşımızı, onun silahını, sürsatını, gücünü daha yaxşı təsbit edək. Hiləgərcəsinə, ailə ocaqlarımızı sönməsinə imkan verməyək. Xanımlar, evlərin günəşləri, xanımlar, bu millətin gerçək mürəbbiyələri. Sizin varlığınız çox önəmlidir. Siz bu ölkəmiz üçün, bu vətənimiz üçün, bu xalq üçün şəhadət şərbətini içən yiğitlər yetişdirdiniz. Digər analar, digər xanımlar, siz də bilin ki, nə böyük analar varmış, bu ölkənin nə böyük Hacərləri varmış, Xədicələri, Fatimələri, Ayşələri varmış. Nə böyük zirvəyə çata biləcək övladlar yetişdirdirlər. Onlar xalqımızın üzünü ağ etdilər. İndi söz sizdə, güc sizdə. Ailədəki dırdırları bir tərəfə buraxaq. Ailədəki söz-söhbətləri bir tərəfə tərk edək. Bundan sonra bu Ramazandan aldığımız dəyərlərlə il boyunca ailəmizin ruhuna, onun mənliyinə, mənəviyyatına xidmət etməyə çalışacağıq. Bəylərimiz, ailə gəmisinin kapitanları, xanımlar sizin əmanətinizdir. Qurani Kərim qu ənfusakum və əhliyakum naran və quduhan-nasi vel-hicara deyir. Ailələrinizi qoruyun. Nədən qoruyun? Ateşi insanlardan və daşlardan olan cəhənnəmdən qoruyun deyir. Əziz insanlarımız, bu mübarək bayram günündə ölkəmizin dörd bir tərəfindəki bu səadətin İslam ümmətində də fərqli bir təcəllisi var. Arzumuz, niyyətimiz budur ki, yer üzündə sülh olsun, əmin-amanlıq olsun. Babamız Adəmin ocağı bir daha sönməsin. Dünya insanlığı İslamiyyətin əlindən tutmağı bacarsın, şərəflənsin. İnsanı insan edən İslamdır. İnsanı insan edən Qur'andır. Rəbbimizin əsmasına yönələn insanlar gerçəkdən bayramı yaşayacaqdır. Bayram. Əziz insanlarımız, bizdən öncə dünyasını dəyişmiş bütün böyüklərimizi onların ruhaniyyətinə bir Fatihə oxuyaraq bayramlarını təbrik edirik. Biz beşikdə olan balalarımızı belə gələcəyə, istiqbala, daha mətin addımlar atsınlar deyə bayramda onlara dua edəcəyik. İfadə elədiyimiz kimi, bu bayramdan sadəcə bizlər deyil, qoy dörd ayaqlı heyvanlar da yararlansınlar. Yəni, aldığımız o mərhəmət duyğusu, şəfqət duyğusu ilə o canlılara da bu günləri, o bayramı imkan daxilində dadızdıraq. Gəlin bir-birimizə qarşı mərhəmətli olaq. Çünki imanın ilk təzahürü mərhəmət, mərhəmətin ilk təzahürü isə paylaşmadır. Bayramımız mübarək olsun. Allah xalqımızı, dövlətimizi hifz eləsin. İslam ümmətinin bayramı mübarək olsun. İnsanlıqda pay olan, insanlığını itirməmiş Həzrət Adəm babamızın ailəsindən olan zürriyyətlərinin də bayramı mübarək olsun.